Salam əziz şagirdlər. Bugün ikinci dərsimizi çəkirik. Natural ədədlərin ikinci hissəsini. Bölünmə əlamətləri. Bölünmə əlamətlərinə başlayaq. İkiyə bölmə qaydamız. Mən qaydalar dedikcə siz də yazırsınız. Hazırlıqda yoxlayacağım bu qaydaları. Yəni hazırlıqda yazılmayacaqdır. Siz videoya baxa-baxa qaydaları götürün. İkiyə bölünmə qaydası. Sonu cüt ədəd olan və yaxud da elə cüt ədəd olan bütün cüt ədədlər ikiyə bölünür. Yəni 12, 18, 106 sonu, son rəqəmi cüt olan ədədlər cüt ədədlərdir və cüt ədədlərin hamısı da ikiyə qalıqsız bölünür. Üçə bölmə qaydası. Rəqəmlərinin cəmi. Yəni necə? Məsələn, 441. Rəqəmlərini toplayıram. 4, 4, 8, üstünə 1, 9. Bunun rəqəmlərin cəmi 9 elədir. 9 3-ə bölünürsə, deməli 441 də 3-ə bölünür. Olduğu rəqəmlərin cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür. Sonra gəldik 4-ə bölmə qaydamız. Son 2 rəqəmi 4-ə bölünərsə və ya son 2 rəqəmi 0 olarsa, yəni belə deyək, bu 2 rəqəm 0 olacaqdır. Məsələn, 7632. Son 2 rəqəm nədir? 32. 32 4-ə bölünür. Bəli, deməli 7632 də 4-ə bölünür. Və yaxud da ki 7600. Son 2 rəqəm nədir? 0. Son 2 rəqəm 0-dırsa 4-ə bölünür. Sonra gəlir 5-ə bölmə qaydası. Sonu 0 və 5 ilə bitən ədədlər 5-ə bölünür. Asandır. 15, 20, 25, 105, 110 belə. 6-ya bölmə qaydası. 6-ya bölmə qaydası. Həm 2-yə, həm də 3-ə bölünən ədədlər 6-ya bölünür. 2-yə bölünməsi üçün necə ədəd olmalıdır? Cüt. Deməli, 3-ə bölünən cüt ədədlər 6-ya bölünür. 2 cür də deyə bilərik qaydanı. Məsələn, 5634. 2-yə bölünür, bəli, bölünür. 3-ə də bölünsə, demək 6-ya bölünmüş olacaq. Baxaq görək, rəqəmlərin cəmi necə eləyir? 11, 11-in də üstünə 7, 18. Rəqəmlərin cəmi 18 elədir. 18 3-ə bölünür, bəli. Deməli, 6-ya da bölünmüş olacaq. Həm 2-yə bölündü, həm 3-ə bölündü. 6-ya bölünmüş olacaqdır. Yaxşı. Bir də 7-yə 10-a 13-ə bölmənin əlavə qaydası var. Onları axırda deyəcəm. 7-yə 11-ə 13-ə. 8-ə bölməni deyək. Son 3 rəqəmi 8-ə bölünərsə və ya 0 olarsa 4-ün qaydası kimi eynidir. Amma son 3 rəqəm götürəcəyik. Məsələn, son 3 rəqəm nədir? 800. 800 8-ə bölünürsə, deməli 1800 də 8-ə bölünəcəkdir. Və yaxud da ki, son 3 rəqəmi 0 olarsa, 12000. Son 3 rəqəm 0-dırsa 8-ə bölünür. 9-a bölmə qaydamızı deyək. Yenə rəqəmlərinin cəmi 9-a bölünən ədədlər 9-a bölünür, 3-ə bölünür kimi eynidir. Yaxşı. Məsələn, 739. 738 olsun. Rəqəmlərin cəmi neçə eləyir? 18. 18 9-a bölündüyünə görə 738 də 9-a qalıqsız bölünür. Sonra 10-a bölmə qaydası rahatdır. Son rəqəmi 0 ilə bitən ədədlər 10-a bölünür. 100, 20, 30, 40, 60, 80 belə. Sonra 11-ə bölmə qaydasını deyəcəyim. Gəldik burada 12, 15, 18, 21. Bundan qaydalarını əslində özünüz çıxadasınız. Mən demədiyim olsa belə. Özünüz bu qaydaları çıxara bilərsiniz. Sonra 25-də var, 25-ə ayrı deyəcəm. Bundan qaydası necədir? Qarşılıqlı sadə ədədlərin hasili şəklində göstərirsən. 12 neçə bıraq neçədir? 3 və 4. Deməli, 3-ə və 4-ə bölünən ədədlər 12-yə bölünəcək. 12-in qaydasıdır. 15-in qaydası 3 və 5. Qarşılıqlı sadə ədədlər axı. 15-ə bölünən ədədlər 15-ə bölünür. 18-in qaydası 2 və 9. Yaxşı. Məsələn, 18-ə 6 ilə 3 də deyə bilər. Ya birincisi qarşılıqlı sadə dəyər. Ona görə demirəm. Bir də 6 ilə 3-ü desən, 6-ın qaydası da ayrılır axı. 2 ilə 3 çıxır. Ona görə onu demirik, uzatmayaq deyə. Rahat. 2 və 9. 21-i indi siz deyin. Ay, sağ ol. 3-ə və 7-yə bölünən ədədlər. 14-ə bölmə qaydasını siz deyin. 2-yə və 7-yə bölünən ədədlər belə. Yaxşı. Bir də 25-i deyək. 25-də 50-də eynidir qaydası.
25 ilə 50-nin qaydası indi fərq yoxdur. Son 2 rəqəmi 25-ə bölünən və ya son 2 rəqəmi 0 olan 4-ə oxşayır. 50-yə bölmə son 2 rəqəm yenə və yaxud da son 2 rəqəmi 0 olan ədədlər 50-yə bölünür. Yaxşı. Gələk 7-yə, 11-ə, 13-ə bölmə qaydamıza. Bu qaydanı təzə deyirəm. 11-i fərqli qaydasında deyəcəm. Hamınız bilirsiniz, yenə də deyəcəm. Yaxşı. 7-yə, 11-ə, 13-ə bölmə qaydası. Əgər ədədin son 3 rəqəmindən düzəlmiş ədədlə yerdə qalan ədədin rəqəmlərin düzəlmişin fərqini tapırıq. Bunlar 7-yə bölünərsə, məsələn belə deyim də, A, B, C, D, Y, F. Ya da bu birini yazmayayım. Aha. Bax, bu son 3 rəqəmi ayırırsan. Neçə rəqəm doğru olsun, son 3 rəqəmi ayırırsan. Burada da 2 rəqəmdə qalar, 3-də qalar, 4-də qalar. Neçə qalsın? Hansı böyükdürsə, ondan kiçik çıxırsan, böyükdən kiçik. Burada C, D, Y böyükdür da A-B-dən, düzdür. Bundan bunu çıxırsan. Alınan cavab K əldə etdi. Alınan cavab 7-yə bölünürsə, demək bu ədəd də 7-yə bölünür. Alınan cavab 11-ə bölünürsə, o ədəd. Alınan cavab 13-ə bölünürsə, o ədəd də 13-ə bölünür. Məsələn, bir dənə nümunə göstərək. Yaxşı. Neçə deyim? 53.482. Burada son 3 rəqəmi ayırırım. Ya da 153.000 olsun, fərqi yoxdur. Son 3 rəqəmi ayırdım. Baxıram görüm hansı böyükdür? 482 böyükdür. 482-dən çıxıram 153-ün. Çıxıram 153-ün. 9, 2, 3, 329. İndi 329 7-yə bölünsə, deməli bu ədəd də 7-yə bölünür. 11-ə bölünsə, bir də 13-ə bölünsə. Başa düşdük? Bu da 7-yə, 11-ə, 13-ə bölmə qaydamızdır. Bir də 11-ə bölmə qaydası necədir? Kənardakıların cəmi ortadakı eləyirsə, ortadakına bərabərdirsə, deməli 11-ə bölünür. Bax, kənardakılar 4-dən 1-dən eləyir, 5 ortadakına bərabərdir. Bunu da 11-ə böləndə ortadakını sil, cavab kənardakılar birləşik qalır. Oldu? Bu belə. Gələk qalıqlı bölməyə. Bölmə əlamətlərindən qutardıq. Qalıqlı bölmədə A natural ədədini B natural ədədinə tam bölünməsə, natamam olsa, yəni burada ədəd qalacaq, A bərabərdir C, qalıqda da erdik. Buradan A nəyə bərabərdir? Bunların adını deyirik. Bölən, natamam qismət, bu da qalıqdır. Yerlərini bilək. A nəyə bərabər olacaq? B vıraq C, üstəcələk R. Natamam qisməti bölənə vurub, üzərinə qalığı gəlirik. Yaxşı, bu qayda. Bir də qalıq həmişə böləndən kiçik olacaqdır. Həmişə R B-dən kiçik olacaq. Qalıq böləndən kiçik olacaq. Məsələn, mən ədədi 8-ə bölürəmsə, düşünün də. 8-ə bölürəmsə, burada qalıqda 9 qala bilər. Yox, əlbəttə 9 qalsa 9 8-ə bölünür də. Niyə qalıq qalsın ki? 8-dən balacadır ki, bölünmür ki, buna qalıq deyirik də. Başa düşdük, hər neçədir də burada. 8-dən burada qalan qalıq, 8-dən balacadır ki, bölünməyib ki, qalıq sayılıb. Elə bu 9 olsa, siz yazaram bir dəfə, eləyər 8, yenə qalıq 1 qalır. Ona görə qalıq həmişə böləndən kiçik olur. Sıfırdan da böyük olur. Həmişə 0 qalırsa, demək tam bölünür, qalıq deyil. Yaxşı, sonra nə deyə bilərik qalıqlı bölmədən? Bir də bəzi misallar var da, onların üstündə işləmək istəyirəm. Qalıqlı bölmənin başqa cür yəni izahını deyə bilmərəm da, məcbur misalını deyəcəyik. Məsələn, 1 vıraq, 2 vıraq, 3 vıraq, 4 vıraq, 5 vıraq, 6 vıraq, 7 üstəcələk 8. Deyir, bu ədədin ən çox misallarda 1 verir. Çırıqdırırlar sizi, 1-lə öyrədirlər, başqa rəqəm verəndə siz bilmirsiniz nə yazasınız. Yaxşı, deyir, bunun 18-ə bölünməsindən alınan qalığı tap. Mən bunu 18-ə bölürəmsə, baxıram ki, buradakı ədəd 18-ə bölünür. Çünki alt dəfə üçün 18 eləyir. Məsələn, bunu 18-ə bölsəm, ixtisar gedəcəkdir, düzdür, 18-ə bölünəcək. Əgər hasil orada vardırsa, deməli bölünür. 18-ə də bölünür o ədəd, sonra 21-ə də bölünür, 20-yə də bölünür. Bax, 4 dəfə 5-in 20, bu ədəd demək 20-yə də bölünür. 3 dəfə 7-nin 21, deməli bu 21-ə də bölünür. Hamısı bölünür. Bir dənə burada artıq qalan nədir? 1. 1 18-ə bölünmür. 1 18-ə bölünmürsə, demək nəymiş elə? Qalığımışdır, qalıqdır ki, bölünməyib qalıbdır. Deməli, qalıq nə olacaq? 1 olacaq. Bəzən bura 19 yazsalar nə edəcək? 19-u 18-ə böləndə qalıq neçə qalır? Yenə də qalıq 1 qalacaqdır. 20 olsa 2 qalacaqdır. Belə davam edir. Yəni, burada əsas toplamı olan hissənin o ədədə bölünməsidir. Onsuz da buradakı tam bölünəcəkdir.
Bu belə. Bir də deyir ki, ədədi 5-ə böləndə qalıqda 3 alınır. Hansı ədəddir? Demək 3-ün özüymüş də bölünməyib ki, qalıq qabda 3-ü 5-ə bölənməmişik ki. 3-ü 5-ə bölənməmişik ki, cavab neçə düşsün? Qalıqda 3 qalıb. Başa düşdünüz? Ədədi 7-yə böləndə qalıqda 2 qalır. Deməli 2 imiş də 7-yə bölünməyib ki, qalıq qabda. Bölünmürsə demək qalıq qalır. Bu da belə. Başqa nə deyə bilərik? Hə, bir də belə bir misallar olur. 3419 vuraq 5774-ün kvadratı üstə gələk 3. Bunun 4-ə bölünməsindən alınan qalığı tap. 4-ə bölünmə qaydam nə idi? Son 2 rəqəm. Bax, bu vurmadırsa, mən bunu 4-ə bölüm, bunu 4-ə bölüm, son 2 rəqəm. Görüm qalıqlar nə qalsa, onlar bir-birinə vururum, sonra kvadratını tapım. Üstünə 3 gəlim, 4-ə bölüm. Ancaq mənə 2 rəqəm lazımdır onsuz. Düzdür? Yaxşı. 19-u 4-ə böləndə neçə dəfə düşür? Qalıq neçə qalır? 3. Demək, bunun qalığı 3-dür. 74-ü 4-ə böləndə bir dəfə 4, 34, 8-dən 4-ün 32. Qalıq nə qaldı? 2. Yaxşı, bunun da qalığı 2-dir. 3 dəfə 2 neçə elədi? 6. 6-ın kvadrat nə elədi? 36. 36-ın üstünə 3 gəldim. 39. Da o boyda misalı hesablamağımıza gərək yoxdur. Bunu neyək? 39. 39-u da 4-ə böləndə nə qalsa 9 dəfə 4-ün 36, 3 qalıq qaldı. Deməli, qalığım 3-üymüş. Başa düşdük? Bu da belə. Gələn dərsə inşallah sadə və mürəkkəb ədədləri, qarşılıqlı sadə ədədlər bu haqda danışacağıq. Sağ olun, gecəniz xeyir.